danışırsan da dedi. Danışmaq lazım. Oyunun qaydası budur. Tərlan, vergüllə danışma. Fikri və tamamlar nöqtəni qoy qəşəng. Danış Tərlan. Oldu başda. Deməli Tosudan dəstək gəlir. Sağ ol Tosu, öpürəm səni. Və bunu da yaddan çıxarma ki, qardaşın intiqamını alacaq. İntiqam ən sevdiyim duyğudur. Nəysə, bu öz yerində şef, təşəkkür edirəm. Buradan bir söz deyim. Xahiş edirəm. Buradan heç kim qıraqdan gəlib bu oyunlara müdaxilə eləməsin. Heç kim gəlib burada qıraqdan gəlib kimisə dəstəkçilərimizə özünü onun dostu göstərib burada düşman rolunu oynamasın. Heç kim gəlib burada bu oyuna böylük eləməsin. Oyunu var isə gedib biz oyununda böylük eləyərdi. Bu bir. İkinci növbədə burada bir-iki nəfər dəstəkçi mənim adımı yazıb, ürək qoyub. Bir çoxları başqa cür düşünür. Heç dəstəkçinin adını çəkmərəm. Həmin o böyük dəstəkçilərin. Soruşun. Kişi oğlu kimi kişi deyirəm. Baxın onların hansı ilə bir əlaqam var. Hansına bir salam belə yazmışam. O adımı yazan ürək qoyanlaradır. Hansı ilə əlaqam var? Heç kimlə. Bu iki. Üçüncü növbədə dünənə kimi kimlərəsə dəstək olanda abim, canım, gözüm, ürəyim, bəbəyim deyən insanlar indi günü bugündə mənim adımı oraya yazıb ürək qoyur, o saat deyirlər ki, Tərlan kimlənsə birləşib. Xeyr, mən heç kimlə birləşməmişəm. Mənim sözümün canı odur ki, deyirdiniz, əmim deyirdiniz, abim deyirdiniz. İndi gəlib bir dənə mənim adımı yazıb başlayırsınız ki, Tərlan düzgün oyun oynamır. Tərlanı kimsə oynadır. Xeyr, elə bir şey yoxdur, heç kim də onu eləyə bilməyəcək. Mən sadəcə olaraq tək burada öz tək oyunumu aparıram, tək oynayıram. Və baxıram bəzən canlı yayınlarda kimlərsə deyir ki, Tərlanın yadından çıxıb onun talış olmağı. O həyatı bu yadından çıxar. Birinci növbədə hamımız Azərbaycanlıyıq. Bu bir. İkinci növbədə də ki, həmin insanlara da sözüm. Məni kimlənsə səhv salmayın. Yeri gələndə xan da burada talışdı. Azda da talışdı. Xan hal-hazırda bizim Gəncəli qardaşımızla Kəlbəcərli. Bax, onlar istəsə onlar ikisinin hədəfi mənəm. Açıq deyə də məni də çıxartmaq istəyirlər. Gözlə, söz danışır. Haqqına girməyəm. Yaxşı, sən istəmirsən mən buradan gedim. Hə? Mən hamının adını deyim kimsəcəm, hamının adını. Ay, sən hamının adını çəkirsən ki, deməli gedməyimizi istəyirsən. Qardaşım, burada... İstəməsin ki, maşın... Bilmərsən, gözlə də... Sən də hamını istəyirsən. Cavabını verin də. Sən onu istəməyə... Yox, bir dəqiqə. Bir dəqiqə. Gözdə də arzu deyəcəm. Sən onu istəməyə bilmərsən. Mənim gözəl qardaşım... Gözdə hədiyələri deyim yazılsın. Qoy yazılsın da qardaşlar, mən danışmayayım, belə siz danışın, mən baxım da onda. Elə şey var. Bu atıblar qoyubları deyim də, cəmaat şey gözlərək səs verməni bilsinlər. Amansızdan 30K Tərlana, adı bilinməzdən də 30K Azıya. Sağ olun, var olun, minnətdaram, Allah razı olsun. Yəni sən bunu istəməyə bilmərsən mən qardaşım. Sən əgər bura o qədər yolu gəlmirsən ki, maşını udmağa, oyun aparmağa, düzdür mənim qardaşım? Hamımızın istəyi budur. Yəni burada heç kim gəlməyib ki, mən burada vaxtımı öldürüm, sən bura yalandan gəlib qalmamısan mənim qardaşım. Əziyyət çəkən qardaşsan, mənim əziyyət çəkənlərə böyük hörmətim var. Özüm də başqaya çıxmasın, kasıb uşağı, kasıb ailənin bir uşağıyam. Bu bir milyonər deyiləm. Mən girib avtobuslarda alma satmışam, meyvə satmışam, mən ustayam. Mən fəhləli ilə bura gəlmişəm. Xeyr, Əlsiz danışaq zərb. nə olubsa hörmətlə yanaşın. Hamımız deyirik burada Kasım, Seyran xanım. Burada heç kim demir milyonərəm. Yəni sözümün canına bir qulaq asın, dinləmə qabiliyyətiniz olsun. Dinləmə qabiliyyətiniz olsun biraz. Düzgün, mən necə danışıb, siz hörmətin olsun, biraz danışıram mən. Hörmətin olsun. Nə inəyərsən başqası? Deyirəm ki, hörmətlə yanaşır. Siz danışırsınız, mən qulaq, sözümün canına qulaq as, hardan gətirirəm? Bir-birinizdən danışanda sözü kəsməyin. Burada heç biri milyoner deyil. Burada hamı gəlib ki, maşın üçün burada oynayırlar. Oyun oynamağa gəlmişik bura. Sözümün canına bir qulaq asın, ondan sonra sözü fikrinizi bildirin. Mən sizə hörmətlə yanaşıb qulaq asıram. Siz də qulaq asın. Mən burada demirəm mənim nəyəsə ehtiyacım var. Şükür Allah deməmişəm də, eləmərəm də. Necə? Burada söhbət maşının var, yoxdur. Burada biz oyuna gəlmişik.
Mən o söhbəti demirəm, sənə qurban. Belə gələndə Elçin qardaş da deyir ki, mən də kətə satıram. Burada ayıb nə var ki, mən də o sözü deyirəm də. Mən də Stroykadan gəlmişəm, sevilmişəm. Mən sənə qurban. Mən də oradan gəlib sevilmişəm. Yəni mən sözümün canını bir Bir dənə tosunun çıxmağı vəziyyəti dəyişdi. yox, düzgün danışmırlar. Burada hamı elə burada canına hamı qulaq istəyir asmaq ki, lazımdır. maşın Mən nə deyim? 4-5 yerə bölünsün. Təkərlərin biri aparsın, patpresin biri aparsın, hamısını, Yəni amma burada- maşın bir nəfərin olacaq. Burada Tərlan yeri gələcək Elçin xanı da göndərəcək buradan. Çünki bir nəfər maşın olacaq qardaş. Tərlan Arzu ilə indi burada dost olub toxunulmaz kimi bir-birini də qoya bilər. Arzunu da Yox, göndərəcək. bəzi söhbətlərim kiməsə təsir edir ona görə, amma qulaq assalar bilərlər mən nə deyirəm. Gəlin. Burada səhv heç bir söhbət olunmur. Çox sağ ol deyirəm anonimə, təşəkkür edirəm, var olun. Rolls Royce çox sağ olun. Fatimə öpürəm səni ürəyim. Alik 200, Orxan 109, Mətin JD çox sağ olun. Və ən əsasda Rövşən 09 çox sağ olun. Kimisə sözü var. Kimsəsiz yaşar. Kimsəsiz nənə çox sağ olun Anar müəllimə dəstək olduğunuz üçün. Nəsə sözün var? Başqa kimisə sağ olun. danışmaq istəyirsən? Bayaqdan mikrofon Xan, üstündə danışdıq. danışmaq Nə qədər istəyirsən? boşluqdur danış. Alın. Mən verirəm. Burada bəzi izləyicilər var ki, kiminsə o izləyicisidir, feykləridir, nədir? O artıq əski yazanlar var. Seyran rədd ol. Ümumiyyətlə burada olan kütlənin 95%-i yaltaq millətdir. Yaltaqdılar. Millət olaraq, yəni TikTokda olanları deyirəm, 95%-i. Seyran nə yaxşı, başqa səhifələrdə Seyran qeyb köməklik eləyəndə, başqa səhifələrdə Seyran girən kimi hamı yazır, o Seyran xanım gəldi, hamı Seyran xanımı hansısa xəstələrə taq eləyəndə, Seyran xanımı hansısa imkansızlara taq eləyəndə, Seyran bomba qızı idi, Seyran sizin üçün əla idi, hamınız ürək qoyurdunuz. İndi Seyran kimlənsə sözün düzür danışır deyə bəzi fake profillər yazırsınız, rədd ol. Rədd olsun sizin böyüyünüz. Kim də mənə artıq əski söz yazsa, hamısı bloka gedəcək. Kim bloka getmək istəmirsə, artıq əski söz yazmasın. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Seyran getsin deyə bilərsiniz. Amma Seyran rədd olsun, Seyran ifritədir, Seyran nə bilim budur. Biraz yaltaq olmayın, yaxşı? Yaltaqlıq eləməyin, yala aldanmayın. Uşaqlar, tənqidə var təhqir, var tənqid. Hər birimiz burada tənqidə açığıq. Yəni kimsə deyə bilər ki, Seyran düz eləmədi. Məncə bu başqa bir şeydir. Amma kimsə rədd ol deyirsə, o özünə hörmət eləməyən insanlardır. Yəni mən qatılıram Seyran xanıma. Seyran xanım düz deyir. Kim rədd ol deyirsə, yəni özünə hörmət eləməyən insanlardır. Xahiş eləyirəm, biraz etikadan qırağa çıxmayaq. Çünki bu oyundur. Şəxsiyyət olaraq siz Seyranı tanımırsınız. Yəni sizin onunla heç bir probleminiz yoxdur. İnsan olaraq heç bir hörmətsizliyi olmayıb sizə qarşı. Yəni siz tanımadığınız insan rədd ol deyirsinizsə, o sizin öz tərbiyəniz də ortaya qoyursunuz. Xahiş edirəm, kommentariyada heç kim artıq əski heç nə yazmasın. Seyran getsin deyə bilərsiniz, problem yoxdur. Aza getsin deyə bilərsiniz, problem yoxdur. Amma heç kim heç kimə rədd ol, cəhənnəm ol, ifritə təhqir eləyə bilməz. Tənqid istədiyiniz qədər eləyin. Məni də eləyin. Mənə yazırsınız Nikonun yeri yoxdur. Vüsalənin yeri yoxdur. Vüsalə maraqsızdır. Ola bilər. Amma Nikoya pis söz deyirsə, birbaşa elə bil ki, elə onun böyüyü özümə. Yəni burada heç kimi təhqir eləyəməz. Xahiş edirəm, danışdığınız şeylərə fikir verin. Mən özüm burada özünüz görürsünüz, hər şey düzgün qaydada gedir, oyun gedir. Xahiş edirəm, yəni özümüz cəmaata gülürdük ki, gör nələr yazırlar. Bizi elə eləyin ki, bizə gülməsinlər. Sizdən artıq dərəcədə xahiş edirəm. Çünki buradakilərin çoxsu mənim öz izləyici kütləmdir. Yəni xahiş edirəm, yazdığınız şeylərə fikir verin. Burada sizin yazdığınız sözlərə görə buradakı insanların psixologiyası pozulur. Biri deyir gedirəm, biri oturur ağlayır. Yəni bu mənim layihə rəhbəriyəm. Mən burada kağız vermirəm. Mən o boyda avtomobil verirəm orada. Səyahət verirəm 2 dənə və yardımlar olunacaq. Bunları mən öz cibimdən eləmirəm. Mən buradakı dostların, iştirakçıların sayəsində və onlara dəstək olanların sayəsində o avtomobili verirəm, o yardımları eləyirəm. Yəni xahiş eləyirəm, yazdığınız
hamı yerinə. Uşaqlar spam gəldi deyə bağladıq. Çox üzr hesab eləyin. Bilin ki, bağladımsa sakit, oyun gedir. Arzu gəl. Bayaq danışırdım deyə söhbət edirdim, yarım kəsmək istəmədim. Bu arada da bəxtsizlikdən spam gəldi, ona görə bağlayası olduq. 2 dənə aslan gəldi, şir gəldi, adı bilinməzdən Aza xanıma. Bir dənə son nəticəni açaq, görək kim hardadır. Mən çox sağ ol deyə bilərəm. Hə, dedim. Adı bilinməz, çox sağ ol, var ol. Əgər özün istəsən yazarsan kim olduğu, çox sağ ol, var ol. Allah canı sağ eləsin. Mən maraqlı gəldi, özüm də bilmirəm kimdir. Çox sağ ol. Hal-hazırda lider Aza xanımdır. Lider Aza xanımdır. Ən az xalq Gəncəlidadır. Ürəyim ağrır. Sən can denən sənə dəstək olsunlar. Özümü çox günahkar hiss edirəm. Hə, yəni o da mən məcbur da. Əminəm ki, bütün iştirakçılar da mənə başa düşər. İstəmirəm səhv nəsə geçsin. Mən onu eləməsəm, ən azından Gəncəli mənə başa düşür də. Mən onu eləməsəm... SSS çox sağ ol. SSS çox sağ ol. SSS çox sağ ol. Hə. Bir dənə Murad... Danış, Elçin şey... Burada mən hər bir kəsə hörmətdən yanaşıram. İstəyərəm ki, mən sakitcə dururam, danışırlar, hamıya hörmətlə yanaşıram. İstəyərəm ki, hamı da bir nəfərə kimi hörmətlə yanaşıb gözləsin ki, mən danışan sonra cavab versin sonra. Tərlana gələndə ki, tərlana hörmətlə yanaşıram. Ola bilər, düzdür, mən də deyə bilər. Yəni, hamını deyə bilər. Burada mən gələn gündən demişəm ki, mən necə deyim, düzdür, bura maşın, real şoudur, bura maşına görə gəlinib. Mən demişəm ki, intihas mən, necə deyim, yəni kütləm qalxsın. Dediyim kimi 100 satırdım, 200 satım, məsələn, kətə, bildiniz necə? Amma bu real şoudur, maşına görə gəlinib, onu hamı bilir. Mən burada hamının adını demişəm ki, gələn gündən necə deyim, bir günə, yəni bir nəfərə kimi hamının adını çəkəcəm. Dünən Seyran xanımın adını demişəm ki, sabahlarımı Seyran xanımın adını da çəkə bilərəm. Yəni çəkə bilərəm. Bilirsiniz, yəni mən burada necə deyim, kiminsə yəni sözünə idarə olmuram. Bunu da deyim, bilin. Füsiomu nasıl deyək söyləyəm. Yəni öz düşüncəmlə necə deyim, yəni Aza xanımın adını çəkə bilərəm. Xanımın adını çəkə bilərəm. Gəncəlinin adını çəkə bilərəm. Tərlanın adını çəkə bilərəm. Amma bunlar mənim öz düşüncəmdir. Özüm düşünüb, öz düşüncəmin dalınla gedirəm. Ona görə də deyirəm, biraz anlaşmazlıq oldu. Mən Tərlana hörmətlə yanaşıram. O da mənə nəsə bir aid eləmədi. Onu mən yaxşı bilirəm. Hörmətlə yanaşıram. Mən də istəyirəm ki, necə deyim, mən burada hamıya hörmətlə yanaşdığım kimi, bir nəfərə kimi. Hamı da hörmətlə yanaşsa mənə çox gözəl olar. Bunu qarşılığını gözləyirəm, çünki mənə yaraşan budur. Mənə də yenə dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Allah hər bir kəsdən razı olsun. Buradan gedə də bilərik, qala da bilərik. Dəstək olan həqiqətən hər bir kəsə minnətdarlığımı bildirirəm. Buyurun. Hə, danışıram. Burada bir nəfər var, qrup yazılıb, adını çəkib ona reklam vermək istəmirəm. Bugün bayaqdan yazır ki, eyni sözü Aza ilə xan gedəcək bugün. Əziz qardaşım, sən nə qədər bekarsan, başa dönüm. Kopyalıb onu yazırsan, kopyalıb. Çıxır, təzdən qayıdırsan, gəlirsən, onu kopyalayırsan, yazır. Bu insan yəni bu qədər bekar olmaz da, sənə qurbanım. İkincisi, mən heç kəsdən səs istəmirəm, heç kəsdən dəstək gözləm. Dozili, çox sağ ol qardaşım. Heç kəsdən dəstək istəmirəm. Nəyə görə? Çünki mən bura gələndə bir amalım var idi ki, mənim üçün maşın və yaxud nəsə mənim şəxsiyyətimdən, mənliyimdən üstün ola bilməz. Və kimdəsə qıcıq yaratmışamsa, kimdəsə nifrət yaratmışamsa, mən sözümü dəyişəs adam deyiləm, yerimi dəyişəs adamım. Ona görə də heç kəsdən səs istəmirəm, sona qalıb doylə çıxıb, oradan da doyəldən də buranı tərk eləmək istəyirəm. Çünki ən azı duruşum öz fikrimcə, öz yaşayışımca düzdür. Əgər mənim duruşumda kimsə səhv görürsə, onun problemidir, mənim problemim deyil. Əgər mən kiməsə qıcıq yaratmışamsa, yenə onun problemidir, mənim problemim deyil. Ona görə də özümə nifrət qazanmamaq üçün və özümə söz vermişdim, iyrənclik nəsə görsəm, buranı tərk eləyəcəm. Və Nikoya hörmətsizlik eləmək heç vaxt istəmərəm. Çünki Nikonun həddindən artıq çox istəyirəm. Ona görə də heç kəsdən səs istəmirəm. Axşamki duelə özüm çıxmaq istəyirəm. Danışmaq istəyirsən, Seyran? Elçin bəy vurğuladı ki, dünən sizin adınızı çəkməmişəm, Seyran xanım, amma bugün sizin adınızı çəkəcəm. Ona görə mən də dəstək istəyirəm. Yəqin ki, Elçi ilə bərabər də kimsə də
2 nəfər də onunla bərabər çəkəcək. Ona görə də dəstək istəyirəm. Bugün birinci olum və burada oturmayım. Bayaq da mənə dəstək gəldi Tosudan, onu deyə bilmədim. Tosunun dəstəkçilərinin adından gəldi. Minnətdarlığımı bildirirəm onlara. Və bunu demək istəyirəm ki, Tosu burada olanda rəqəmlər çox yüksək idi. 150 min, 200 min. Demək ki, Tosu bura lazım idi. Və Tosunun dünən dəstəkçiləri öz gücünü göstərmədi. Və bunu bilməyinizi istəyirəm ki, onlar mənə də dəstək olan insanlardır. Lazım gələrsə, nə qədər buradayamsa, Tosunun gedməyinə səbəb olan hər bir kəslə orada oturmağa hazıram. Hətta özüm getsəm belə. Çünki Tosu çox gözəl oyunçu idi, həm gözəl rəqib idi, həm də ki, burada hamısını hörmətlə yanaşıram. Öz yerini bilən qardaşlardan biri idi və ən əsası da ki, Tosu mənlə oyunda qrup olmasaq belə, mənlə dost və qardaş kimi bir insan idi, real həyatdan. Burada mən Tosu bəli, Tosu getdi və Tosunun demək istəyirəm ki, Tosu narahat olma qardaşı nə qədər buradadırsa gücümüzü göstərərik. Hər birimiz burada oyunda rəqibi. Realda hər birimizə canım qurban. Amma oyunda rəqibi. Gücümüzü göstərməyə hər an hazırıq. Tosunun bir dənə maqnitofon buradadır. Narahat olma. Tosunun bir dənə sözü vardı. Adı nədir onun? Hodri meydan, Tosu buradayım, gedənə kimi, narahat olma. Maçı, gələ. Bir dənə çox üzr istəyirəm. Bayraktardan Gəncəliyə bir dənə şir gəldi. Təşəkkürlər. Rolls Royce çox sağ olun, təşəkkür edirəm. Var ol qardaş, çox sağ ol. Rolls Royce təşəkkür edirəm, çox sağ olun. Uşaqlar, mənim hədiyyəm 4000 restoran hədiyyəsini kimsə imkan varsa atsın da, onu çoxdan da ekranda görmürəm. Müəllim, bəlkə danışası sizdə də. Əslində xan ən geridədir. Xan dedi ki, mən səs istəmirəm. Mən səs istəmirəm, bugün orada oturmaq istəyirəm və duelə çıxmaq istəyirəm. Xan, kimdən çıxmaq istəyərdin duelə? Ən azı layiqli bir insan olsun. Mənim buradan getməyimə layiq bir insan olsun. Mən demişdim ki, finala Aza ilə Tərlanla getmək istəyirəm. Oraya oturmaq da Tərlanla Aza ilə oturmaq istəyirəm. Çünki onların dəstəkçilərinin tərəfindən getmək istəyirəm. Onların dəstəkçilərinin tərəfindən getmək istəyirsən. Mənlə prinsip aparan insanlarla. O prinsip deyəndə hər insanın öz dəstəyi var, hər insanın öz dəstəyi var. Burada heç kimdən prinsip aparmır, çünki hamının işi gücü var, prinsip aparmağa heç kimin vaxtı yoxdur. Kimsə kiməsə dəstək olmursa, məsəl üçün, sən mənlə düşmənsən deyəlim, mənə dəstək olan insan o demək deyil ki, sənin düşmənindir. O mənim dostumdur, ona görə mənə dəstək olur. Sən burada kimdənsə çıxsan PK-ya, hərəsinin öz dəstəkçisi var. Onların dəstəkçisi də onu, üzr istəyirəm, onun qalib gəlməyini istəyir. Yəni, axırıncı dəfə deyirəm, burada dəstəkçi söhbətini əgər mənə hörmətiniz varsa, bu dəstəkçi temasını yığışdırın ki, ay mən filan kəsin dəstəkçiləri tərəfindən getmək istəyirəm. Burada oyundur, elə bir insanla oynayarsan ki, nə onun dəstəkçisidir, nə sənin dəstəkçindir, amma sən onda xoş təəssürat yaratdığın səni qalib eləyər. Və yaxud da elə bir dəstəkçi olar ki, məsəl üçün, sən deyələm Aza ilə çıxmısan, heç birimizin dəstəkçisidir, sadəcə olaraq o insanın Azadan xoşu gəlmir, antisimpatiyası var, səni qazandıra bilər, sənə antisimpatiyası olan insan Azanı qalib eləyə bilər. Burada yəni bu oyundur, sizin bilmədiyiniz o qədər burada dəstəkçi var, gör nə qədər dəstəkçi var, elə bir yaxdan bir 300-400K-ya yaxın hədiyə gəlib, hamısı da adı bilinməyən, anonim, yəni çoxsu deyir ki, adı bilinməsin.
Yox, mənim heç kəsdən işim yoxdur. Ümumiyyətlə dəstəkçilərlə ümumiyyətlə işim yoxdur. Çünki dəstəkçilər buranın dadı duzudur. Kimsə mənim buradan getməyimi istəyirsə və yaxud öz dostuna dəstək olursa, mən heç kəsə deyə bilmərəm ki, sən pissən və yaxud sən düz eləmirsən. Çünki hərənin bir oyun taktikası var. Nəinki dəstəkçiyə, nəinki oyunçuya. Mənim heç kəsdən yəni problemim yoxdur. Yəni demirəm məndən prinsip aparırlar. Sadəcə yəni mən bəzi şeylər görmüşəm ki, özüm üçün. Ona görə getməyimi istəyirəm. Sən bəzi şeylər bayaqlardan çox şəkilləşmələr görürəm və mən istəyirəm ki, bugün oturum və gedim. Sən nə görmürsən? Nəyə görə? Bir dənə gözləyin. Burada heç kim öz başına gedə bilməz. Mən ən azından sizlə müqavilə imzalayıb, müqavilə ilə sizi şey eləmədim ki, əlimdə müqaviləm var. Biz kişi kimi söz kəsdik sizlə ki, biz oyuna başlayırıq və burada yazırlar ki, Malala Niko. Uşaqlar, mən burada mənə lazımdır ki, mən burada səviyyəsizlik salım. Dəstəkçilərin adı hallansın, iştirakçıların adı hallansın, izləyicilərin hallansın. Mənə burada 10 min, 20 min adam baxsın. Mənə o lazımdır. Mən istəmirəm burada kimsə kimlənsə qırışsın. Mənə lazımdır, mən burada deyim ki, aha, hansı dəstəkçidir, o adını ver. Hansı iştirakçıdır, onun adını ver. İştirakçıların arasında qırışa bilərlər, bu ayrı. Amma orada baxan dəstəkçilərin mən burada bayraq eləyib, onların qırğın elətdirib cəmaatı mən bura yığmaq mənə lazımdır. Mənə o izləyici kütləsi lazımdır. Mənə o izləyici kütləsi lazımdır. Mən burada iştirakçılar istəyirəm, oyun oynasın, hərəsinin məlum məsələdə öz dəstəkçisi var. Burada bu deyir, gedirəm, o deyir, gedirəm. Qardaş, qalib kim olacaqsa, zəhmət olmasa maşını alın, verin o qalibə, çıxın, gedin. Elə hamı gedir, amma ən axırda mənə xirtdəyimlə yapışacaq. Qardaş, maşın hanı? Hamı mənə yarı yolda qoyandan sonra mən sizi niyə yarı yolda qoymayayım? Yəni, hamı deyir, mən gedirəm. Mən maşını nə ilə verim sizə? Mən gedirəm, demirəm, Niko. Yəni, o deyir ki, mən getmək istəyirəm, bu deyir, mən getmək istəyirəm. Biz sizdən görüşdük, kişi kimi söz kəsirik, ki, oynayırıq, oyuna başlayırıq. Niko, mən də elə çıxmaq istəyirəm. Yox, bilirəm, başqa proses sözümü deyirəm ki, yəni, burada getmək istəyirəm deyəndə ən azından mən fikirləşin ki, mən burada sizə uduş verirəm, səyahət verirəm, nə bilim, fondlara yardım köçürdürəm. Bunları mən öz cibimdən eləmirəm, düzdür, sizin vasitəvizlə eləyirəm. Sizin vasitəvizlə, sizin dəstəkçilərimizin vasitəsini edirəm. Amma sizin burada gedirəm deməmiz ən başda mənə hörmətsizlikdir. Sonra sizə dəstək olan insanlara hörmətsizlikdir. Sizə bu vaxta kimi dəstək olublar ki, bura kimi gətiriblər ki, siz burada keyfiz liseyində qapını çıxıb gedərsiniz ki, gedirəm. Gedə bilərsiniz, mən dediyim kimi yalandan müqavilə imzalamamışam ki, sizlə müqavilə var. Yəni biz prosta söz kəsmişik, axıra kimi oynayırsınız, oynayın. Oynamırsınızsa da niyə gəlib mənim proyektimi məhv eləmək istəyirsiniz? Yəni, xahiş edim, biraz hörmətlə yanaşar. Hə, xan, eşidirik səni, buyur. Mən heç kəsin proyekti məhv eləmirəm. Yox. Özüm bir şey eləyirəm, bilirəm. Hər birimizin xətri, mən Allaha and olsun, çox əzizdir. Hamımızın xətrini çox istəyirəm və bu iştirakçıları mən öz istəyimlə yığmışam ki, mən bura elə bir insanlar yığım ki, mən onların hər biri ilə mən bir dənə də bunu çatdırım. Hər biri izləyicini mən öz istəyimlə çağırmışam ki, burada mən istəyirəm o iştirakçılar olsun. Mən özləri də görür ki, onlarla necə səmimiyəm. Burada layihə rəhbəri kimi bir dənə sakit duraq. Yeri gələndə mənə, məsəl üçün, dostlarım da deyir ki, sən layihə rəhbərisən, qışqır, sözlü deyir. Mən qışqırmaq istəmirəm, qardaş. Ən azından mənim qışqırsam belə sözümü kəsmirlərsə, o mənim uğurumdur. Yəni, ən azından mənə demirlərsə ki, əlvi sal, mən özümü o həddə gətirməmişəm ki, hələ buradakılar mənə hörmətsizlik eləsin. Sağ olsunlar, heç biridən nə mənə səsvi kəs deməyiblər, nə əlvi sal aşağı deməyiblər, nə də ki, sən vapşey nə deyirsən. Bu mənim uğurumdur ki, buradakı iştirakçıların heç biri gedib canlı yayın açıb mənim arxamdan danışmırlar. Bu mənim uğurumdur. Arxadan danışan... Yəni, çox şükür, yəni buradakı hər bir iştirakçı canlı açıb, mənim şəffaflığımdan, mənim düzgünlüyümdən, mənim dostluğumdan, hörmətimdən danışırsa, bu mənim uğurumdur. Sağ olsun, heç biri, mən ona görə də hər birinə çox hörmət eləyirəm. Allah hər birindən razı olsun. Hamısı mənim dostumdur, qardaşımdır, əzizimdir, yaxınlarımdır. Buradakilərin hər birinin ayrı-ayrılıqda dəyəri var mənim özüm üçün. Yəni, özümdə hamısı ayrı-ayrılıqda dəyər verirəm. Hamısının xətrini çox istəyirəm. Hamısı mənim dostlarımdır. Oturuq bir yerdə deyirik, gülürük. Sadəcə olaraq istəyirəm ki,
necə ki mən şəffaf oyun aparam, düzgün oyun aparam, xahiş edirəm siz iştirakçılardan, siz də düzgün oyun aparın, axıra kimi mübarizə aparın. Yəni bu yarıdan, demək olar ki, yarıdan çoxu gedib, artıq bu gün də bir nəfər gedir, oyun yarılanır. Yəni axırda ən azından 3 iştirakçının burada hədiyyəsi var. Ona görə də xahiş edirəm, hər biriniz axıra kimi oyununuzu aparın. Hər birinizə hörmətim sonsuzdur. Hər bir dəstəkçiyə hörmətim sonsuzdur. İzləyicilərə hörmətim sonsuzdur. Hər birinizi öpürəm, var olun. Sözü buraxıram sizə Vəfalıdan 30K xana. Şir, yəni ki, mən deməyənə kimi gedə bilməzsən. Bunu demək istəyir. Vəfalı, sağ ol. Vəfalı, təşəkkürümü bildirəm Vəfalıya. Çox sağ ol, qardaş. Bilmirəm kimsən, minnətdaram. Yox, həcə, onu deyə bilmərəm burada. Vəfalı çox maraqlı dəstəkçidir. Yəni, tam tərsi, yəni hamının gözləmədiyi adamlara dəstək olur. Aza, Xan, bir də Elçinə. Minnətdaram qardaşa. Mən sadəcə Salih xanım sual verdi, yarıda qaldı. Mən onu özümdə saxlayaram. Yenə deyirəm, kimisə burada alçaldıb özümü bomba oğlan rolunda aparmaq istəmirəm. İkincisi də Niko dedi, arxaca danışmaq. Vallahi billahi biz heç kəsə deyə bilmədiyimiz sözü, heç kəsin üzünə deyə bilmədiyim sözü, heç kəsin arxasıca danışmarıq. Çünki o mənim kişiliyimə, mənliyimə sığmır. Kimsə danışırsa belə, yəni onun özünün şəxsi problemidir. Vallahi billahi, yəni bizim nə sözümüz varsa, qırmızı adamlarıq deyərik hamısına. Mən də təşəkkür eləmək istəyirəm. Danışsın bəs. Boz 838-ə təşəkkür edirəm və bir də səhifə var idi, adı təşəkkür edirəmdir. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun. Mən də SSSS çox sağ ol, var ol. A Sultan çox sağ ol, yerli var ol. Var olasan, çox sağ ol. İlayət Tazir, hamı çox sağ olsun, var olsun. SSS çox sağ ol, var olsun. Sultan abi, var olasan, gözəl insan, minnətdaram, Allah razı olsun. Allah ürəyivə görə versin. Çox sağ ol qardaş və nömrə 111 Naxçıvanlı qardaş. Bəli, deyir ki, qardaş həmişə deyir, Talış qardaşımıza dəstək. Allah razı olsun, Allah ürəyivizə görə versin. Hər bir kəsdən, mən görürəm, mənə burada hədiyyə atanlar var ki, indi böyük, balaca fərq etməz hədiyyənin böyük, balaca olmağı. Amerikadan atanlar var, Rusiyadan hədiyyə atan var, xarici ölkələrdə yaşayan Azərbaycanlarımız ki var, dəyər verirlər, sağ olun. Allah hər birinizin yar və yardımcısı olsun və Allah cibinizə bərəkət versin. Elçin, çox sağ olun. Allah hər birinizə can sağlığı versin, minnətdaram. Allah ürəyimizə görə versin. Çox sağ olun əzizlərim. Var olun, hər biriniz. Mən də bu günləri mənə dəstək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Pişik müəllimdir, Bayraqdardır, Pərvin Əbiyevadır, Solidir, Məmmədovdur, Zaykadır, Nurlandır, Komendantdır. Hamınıza təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Hal-hazırda da 34 min xal məndədir, 30 min xal da Anar müəllimdədir. Yəni, demək olar ki, axırdayım da, yəni bu axırda olanım. Axırda olan mənəm, bir də Anar müəllimdir. Sizdən dəstək gözləyirəm. Mən vurğulamaq istəyirəm ki, mən burada bərk pusu hiss edirəm. Xallara baxsaz, xallar bir-birinə, bəzi xallar bir-birinə çox yaxındır. Mən elə hiss edirəm ki, Murad müəllim, sonda qəşəng pusular gözlənilir. Çünki hələ də qərar verirlər ki, məncə öz aralarında hədiyyə atmaq istəyəndə ki, kimi toxunulmaz edək. Mən bugün bunu hiss edirəm burada. Və iştirakçılarımız da biraz çox həssasdırlar. Əgər hansısa sözləri izləyicilərimizin xətrinə dəyirsə, mən şəxsən Vüsali olaraq hər birindən üzr istəyirəm. Burada bəzi fake profillər var, fake-lə yazmayın. Çox xahiş edirəm sizə. Biz sizə hər zaman hörmət eləyirik. Hər zaman sizin yazdıqlarınızı nəzərə alırıq. Və istəyirəm ki, hər birimiz bir dənə bizi izləyən və bizə burada rəy yazan, alqışlayan, tıklayan, hər kəsi alqışlayaq uşaqlar. Bir dənə bizi izləyənləri alqışlayaq. Hər kəs tıklasın. Tıklamanı 1 milyon eləyək. Tıklamanı 1 milyon eləyək. 45 dəqiqə, yox, yayını 10 dəqiqədə gec açmışam. Haradasa 55 dəqiqə vaxtımızın qutarmağına var. Ən az xal, yox, Anar müəllimdədir. Anar müəllim yenə deyəsən çıxacaqsınız bura bir. Ən az anar, yox, deyil, yox. Yəni deyək ki, odur, o dünən idi. Pusu mütləq ki var, bir dənə arzu üzr istəyirəm. Lider Aza xanımdır.
Gözlə bir dənə Elçin xalları deyim, sən danış, sonra Arzu. Danış indi. 100 bir dənə Elçin danışar birinci. Sonra siz, çünki Elçin burada ən az danışan iştirakçılardandır. 100.000 xalından Aza liderdir. İkinci yerdə Tərlandır, 3-də Arzudur, 4-də Seyrandır, 5-də Elçindir. Yəni də belə gedir. Ən az xal yenə deyirəm Anar müəllimdədir. Sonra Gəncəlidə. Bir dənə danış Elçin, sonra mikrofon ötür. Xan Qarabağ dəstək olan hər bir kəsə minnətdaram. Xan Qarabağ, Sabit Gəncəli. 770 kasıb ürəkli 777. Çoxsa qardaş dəstək olan hər bir kəsə qəti minnətdarlığımı bildirirəm. Allah hər bizdən razı olsun. Mən bugün dediyim kimi, mən bugün burada dueldə özümlə Aza xanımı görürdüm. Dünənlərim də vurğuladım ki, Seyran xanımı sabah deyə bilərəm. Yəni mən bura gələndən öz dediyimin dalınca getmişəm, elə də olacaq. Yəni öz düşüncəmin, öz demişəm, istəkəcəm, yəni bunu bilin. Amma bu günlərim mən özüm, bu günlərim burada dueldə özüm elə fikirləşirdim ki, Aza xanımla burada dueldə özümü görürdüm, yəni belə. Belə dəstək olun, həqiqətən hər bir kəsə minnətdarlığımı bildirirəm. Allah hər bizdən razı olsun. Haqqınızı halal edin inşallah. Che Guevara çox sağ ol, təşəkkür edirəm. Qorxmayın. Qorxma, mən Bir də buradayım. Bayros çox sağ olun, Tərlan da sağ ol deyir, çox sağ olun. Yerlin. Sağ olsun abi, təşəkkür edirəm. Mən də təşəkkürlərimi bildirirəm. Tuz Kazino var olasınız, hər biriniz dəstək olanlar Allah ürəyinizə görə versin. Allah sizləri qorusun. Xala aşağı olanlar da danışsın, top atanlar, hər birinizi, adımı yazanlar, öpürəm sizi. Kimsəsizdən 30K xana, kimsəsiz deyir ki, xan kövrətdi məni. Xana var, Arzu indi Arzudda bu. Xan deyirəm. Kimsəsiz. Kimsəsiz öpürəm mənim qardaşım. Var olasan, bütün Nikaragua kərtənkələləri adından sənə minnətdarlığımı çatdırıram. O bilir mən nə deyir. Dedim Nikozat deyir, sonra nə dediniz? Anar müəllim təşəkkür edirəm. Təşəkkür etmək istəyirəm, mən də minnətdaram Boz 838, Davakar Jeton, təşəkkür edirəm, var olun. Mən bu günləri ən sondayam, inşallah ki... Pusu ilə qaldırarlar. Yox, pusu deməzdim, yəqin ki, dostlar nəsə bildirlər. Pusu 100% ki var, çünki... Pusu əlbəttə var. Burada oyun gedəcək, ən axıra kimisə salmalıdırlar və səs vermədə bir nəfərin adı deyilməlidir. Pusu 100% var, bu məlum məsələdir. Boz 838, çox sağ olun, çox minnətdaram. Demək olar ki, yarışa başlayandan indiyənə kimi dəstək olursunuz. Çox minnətdaram, təşəkkür edirəm və xalım arxadadır. Bugün toxunulmaz olmaq istəyərdim. Amma ki, gedişata baxıram ki, deyəsəm mən ola bilməyəcəm və mən bugün 100% ki, duelə çıxarılacam. Ona görə burada oturmamaq üçün səs istəyirəm. Hədiyyəm tacdır və Ferrari'dir. Seyran xanım da təşəkkür elədi və Tərlan. Nəsə Azə xanım istəyərdim danışsın. Azə xanım, sən az danışmısan bugün. Buradan vurğulayım ki, Azə xanım o qədər həssasdır və Azə xanıma istədiyi vaxt söz verməyəndə belə qəlbi həssas insanlar olur da. Dərhal balaca uşaq kimi küsür. Azə, buyur ürəyim. Dəstək olan hamıya təşəkkürümü bildirirəm bir də. Adı bilinməyən çox sağ ol, var ol, əsl dəstəkçi. Heç özü də istəmir ki, mən bilim kim olduğunu. Var olasan, çox sağ ol. Allah həmişə başımı uca eləsin. Necə ki, bizim başımızı uca edirsən. Bütün dəstəkçilər, bütün uşaqların hamısının dəstəkçilərinə təşəkkürümü bildirirəm. Siz olmasaydınız bu veriliş də olmazdı. Ümumiyyətlə, belə gözəl bir verilişdə ərsəyə gətirməzdik. Çox sağ olun, var olun. Və dəstək olan hamıya bir adları çəkməyəcəm, çoxdur. Ona görə hamınız çox sağ olun, var olun. Əziz dostlar, əziz izləyicilər, bayaq kommentariyada, bayaq deyəndə harası bir 10-15 dəqiqə qabaq yazmışdılar ki, ancaq Aza ilə Seyran xanım oturur, o birlər niyə ayaq üstədir? Mən buna açıqlıq gətirmək istəyirəm. Axşam yayınında burada 2 dənə iştirakçı əyləşir. Başqa heç kəs, hamı arxada olur. Günorta yayınında kim harada istəyir otura bilər, ayağını ayaq üstə qoya bilər, özü bilər. Azə ilə Seyran xanım oturub, bir də Gəncəli oturub. Burada kim istəyirsə gəlib otura bilər. Yəni onlar arxada durubsa, bu o deməkdir ki, Azə xanım ki, niyə burada oturub? Onlar niyə arxada oturublar? Əsas odur. Çünki otura bilərlər. Yəni bu sərbəstdir.
Kim harda istəyirsə otura bilər. Orada chatda yazırsınız ki, bəs nə oldu, qəbul eləməyəcəydin hədiyyəsini. O insan deyil. O insan o adamlardan sifariş götürə bilməz, sifariş verə bilməz və onlar da sifarişi qəbul eləmirlər. Ona görə də bildiyiniz insan deyil. Heç bir narahatçılığa da ehtiyac yoxdur. Yenə də deyirəm, mən bilsəm, mən o hədiyyəni qəbul eləməyəcəm və Nikoya da tapşırmışam və Rəşad Eminə də tapşırmışam ki, sifariş qəbul olunmasın o insan tərəfindən və onsuz da qəbul olunmayacaq. Yəni onsuz da Rəşad Emin də bunu belə deyib. Ona görə də xahiş eləyirəm, narahatçılığa heç bir səbəb yoxdur. Kimdirsə başqa bir dəstəkçidir, çox sağ olsun, var olsun, yenə də deyirəm. Allah başını uca eləsin. Gəncəli istəyərdim danışsın, çünki sondan ikinci yerdədir. Onu da səslənməyini istəyirəm. Artıq 17-20